Zəfər günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində təntənəli tədbir keçirilmişdi. Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Vətən müharibəsində qazanılmış tarixi qələbənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, sərkərdə məharəti, xalqımızın birliyi, silahlı qüvvələrimizin misilsiz fədakarlığı və qəhrəmanlığı nəticəsində əldə olunduğu xüsusi vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi General-Polkovnik Elçin Quliyev Zəfər günü münasibətilə şəxsi heyəti təbrik etmiş, xidmətlərində uğurlar arzulamışdı. Tədbirdə Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğunu bildirilmiş, keçirilən əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqlarından danışılmış, igidlikləri ilə örnək olan şəhidlərimizin hər zaman ehtiramla xatırlanacağı, qanları ilə yazdıqları tarixi zəfərin daim uca tutulacağı böyük qürur hissi ilə qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının milli ruhunun, əzmkarlığının və torpaqlarımızı sarsılmaz bağlılığın təntənəsi olan Vətən müharibəsi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsində mühüm tarixi mərhələ kimi əbədi yaddaşlara həkk olunmuşdu. Tədbirin sonunda böyük zəfərimizə həsr olunmuş Dövlət Xətti sənədli filmi nümayiş olunmuşdur.